Hər vaxtınız xeyir, Sağlam Radio 93 FM dinləyiciləri. Mislinin baş sponsorluğu ilə Offside efirdədir. Əvvəlcə bir məlumata diqqətinizə çatdırmaq istərdim. Milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tam qanuni və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Misli azda mərc edə bilərsən. Beləliklə havalar isinməyə başlayır. Baxmayaraq ki, aprel ayında bizi küləkli, yağışlı günlər də gözlədi, baş verdi. Lakin qarşıdan havalar istiləşir və yayın ən maraqlı idman yarışlarından biri Azərbaycanda keçiriləcək ki, ölkədə bütün diqqətlər, dünyada bütün diqqətlər Azərbaycanda olacaq. UFC döyüş gecəsi Bakıda 21 iyun tarixində keçiriləcək, baş tutacaq və bugünkü qonağımızla UFC-ni müzakirə edəcəyi idman jurnalisti Teymur Maksu bugün qonağımızdır. Salam Teymur bəy, xoş gəlmisiniz. Salam Günay xanım, ümid edirəm ki, müzakirəmiz maraqlı alınacaq. Mən də ümid edirəm maraqlı alınacaq, çünki UFC ümumilikdə MMA sevərlər həddindən artıq çoxdur Azərbaycanda. Bəlkə də futbol qədər çox sevirlər, lakin o qədər də müzakirə olunmur UFC. Azərbaycanda bu yarışın keçirilməsi ölkəmizə necə təsir göstərəcək və ümumilikdə lap əvvəldən başlayaq, hazırıqmı bu prestijli turnirə ev sahibliyi eləməkdən? Əslində biraz gözlənilməz oldu. Hətta 2 ay bundan qabaq heç fikirləşə də bilməzdik ki, UFC turniri Bakıda keçiriləcək. Düzdür, ilk xəbərlər elə 21 mart tarixlərində başladı. Bəlkə də UFC rəhbərliyi xəbərləri görüb və özləri də biraz təzyiq altında olublar ki, bizdə rəsmi şəxslər də kim çıxardı bu xəbərləri? Bunu son ana qədər inkar edirdilər. Mən düşünürəm ki, UFC hal-hazırda dünyada ən populyar təşkilatlardan biri, idman təşkilatlardan biridir və ümumiyyətlə Azərbaycanda bir çox son 20 ildə bir çox multi-idman tədbirləri keçirilib, futbolcular Avropa çempionatının 4 oyunu keçirilib. UFC ən öndə gedən yarışlardan biri olacaq. Nəyə görə? Təbii ki, futbolla hələ də o ayaqlaşa bilməz, xüsusilə də Azərbaycanda futbol istənilən halda bir nömrəli idman növüdür, amma mən düşünürəm ki, futboldan sonra, bizdə keçən Avropa oyunlarından sonra, Avroliqanın finalından sonra və bəlkə də Formula 1 eyni səviyyədədir. Çünki prestij, auditoriya, populyarlıq, çünki UFC döyüşləri keçiriləndə bütün diqqət o turnirdə olur və Azərbaycanda bu turnirin keçirilməsi əslində həm ölkə üçün də böyük uğurdur, həm də idman üçün böyük bir təkan ola bilər. Çünki UFC artıq buradadır. Bir çox idmançılar, istənilən idmançı, qarışıq idman növlərində məşğul olan istənilən idmançının zirvəsi, arzusu məhz UFC-dir. Təkcə UFC-yə düşmək bu artıq böyük uğurdur və biz bilirik ki, bizim cəmi hələ ki 2 döyüşçümüz var. Amma bu dəfə iyun ayında UFC Bakıda olacaq, Azərbaycanda olacaq və artıq döyüşçülər üçün də bu stimul olacaq ki, UFC yaxındır. Artıq bir addımlıqdadır və bəlkə daha səylə çalışacaqlar, daha çox özlərində çalışacaqlar ki, məsələn, gələn ildə o davamlı olsa, artıq UFC-yə düşmək şans da böyüyür bizim idmançılar üçün. Çünki UFC-yə yol əslində çox ağırdır və çətindir və bizim ən top döyüşçülər belə UFC-yə düşə bilmirlər. Amma indi Bakıdakı turnir bizim döyüşçüləri biraz da yaxınlaşdırır bu turnirə. Amma Azərbaycanlı döyüşçülərin daha çox seçimləri Rizindən və ya Yaponiyada keçirilən döyüş turnirlərindən yana olur. Niyə məhz UFC-ni seçmirlər, Rizini seçirlər məsələn? Burada seçmə məsələsi. Tofiq Musayevin bir açıqlaması var idi ki, demiş ki, UFC o qədər də yüksək məbləğ təklif eləmir. Bu bir səbəblərdən biridir. Burada bilirsiniz, ümumiyyətlə sualı 2 yerə bölmək olar ki, məsələn, UFC-yə necə düşmək olar və bizim döyüşçülər niyə ora düşə bilmir? Rizinə gəldikdə Tofiq Musayev sanki əgər Rusiyada və Dağıstanda Həbib Nurməhəmmədov fenomeni varsa və o Rusiyalı, ümumiyyətlə təkcə Dağıstanlı döyüşçülərə yox, Rusiyalı döyüşçülərə UFC-yə yol açıbsa, Tofiq Musayev Rizinə Azərbaycanlı döyüşçülər üçün yol açıb. Çünki
Gəlin sadalıyıq. Tofiq Musayev 2018-ci ildə Rizin təşkilatında debüt elədi və 2019-cu ildə o turnirin Grand Prix-nin və yüngül çəkidə keçirilən Grand Prix-nin qalibi oldu və finalda kifayət qədər güclü idmançı Patrick Pitbull'u məğlub edib, hansı ki Pitbull sonradan Bellator'un çempionu olub elə yüngül çəkidə. Tofiq Musayevdən sonra Vüqar Kərəmov sonradan yarı yüngül çəkin çempionu oldu. Tural Rəhimov, Mehman Məmmədov, Məhərrəm Həsənzadə və Bakıdakı turnirdə hətta bir döyüşlü Nəriman Abbasov döyüşüb. Yəni ki, Tofiq Musayevdən sonra 5 idmançımız Rizin təşkilatında döyüşdü və indi istər-istəməz Tofiq çempion olundan sonra həm Tofiq baxımlı döyüşçüdür. Ayaq üstə döyüşür və bir çox qələbələri nokautla qazanır. Ona görə məsələn Yaponiya auditoriyası üçün o maraqlı oldu, Rizin təşkilatı üçün o maraqlı oldu və artıq o Yaponiyalı promotion Azərbaycan bazarına maraq göstərməyə başladı. Və beləcə də yəni ki, burada məsələ o deyil ki, bizim döyüşçülər UFC-ni yox, Rizini seçirlər. Çünki burada məsələ odur ki, Rizin artıq maraqlıdır ki, Azərbaycanlı döyüşçülər orada döyüşsün və o Yaponiyalı auditoriya üçün maraqlıdır. UFC-də isə kimsə yol açmalıdır və yol açmalıdır təkcə orada döyüşməklə məsələ bitmir. Əgər hansısa döyüşçü top 5-ə düşə bilsə ya da titul uğrunda döyüşsə və ya ümumiyyətlə titulu qazansa, məncə bu bir böyük bir rezonans doğuracaq və ən azından UFC rəhbərliyi, UFC matchmakerləri Azərbaycan bazarına böyük maraq göstərəcək. Son mətbuat konfransında Dana White da bildirdi artıq ki, Azərbaycanda turnirin keçirilməsi tam məntiqlidir. Çünki bu regiondan, təkcə ölkədən yox, regiondan bir çox döyüşçülər artıq UFC-də döyüşür və ildən-ilə onların sayı artır. Ona görə məsələn bu tam məntiqlidir və mən düşünürəm ki, məsələn bu dəfə iyun ayında Bakıda turnir keçiriləcək. Biz bilirik ki, orada Rafael Fiziyev və Nazim Sadıxov hal-hazırda UFC-də döyüşür və söz-söhbət var ki, Tofiq Musayev də o turnirdə döyüşəcək. Düzdür, bu rəsmi deyil, çünki ən azından indiki məqama Tofiq Musayev başqa şirkətlə müqavilədədir. Halbuki o müqavilə bağladığı ilə bağlı bəli xəbərlər yayılıb. Maraqlı məqam budur ki, artıq UFC-də Bakıda keçiriləcək UFC-nin əsas kartı müəyyənləşib. Sonradan əlavə olunacaq. Məncə əsas kartda da müəyyənləşməyib. Hələ bir çox döyüşlər əlavə olunacaq. Çünki rəsmi olaraq əsas kartın hələ ki əsas yəni ki 3 döyüşü var. O da gecənin əsas döyüşü Camal Xillə Xəlil Roundtree, sonra Curtis Blaze, Rizvan Kuniyev döyüşü var və üçüncü də Tagir Ulanbekov, Yaponiyalı Xariguchi döyüşəcək. Rafael Fiziyev və Nazim Sadıqovun hələ döyüşləri rəsmi olaraq elan olunmayıb. Dünən Nazim Sadıqov paylaşdı ki, artıq döyüşü təsdiqlənib və rəqibi var. Əslində paylaşımlar eləyirlər, sadəcə rəsmi amma hələ ki rəsmi deyil. Səs-küy yoxdur. Rafael Fiziyevin də bilirik ki, artıq rəqibi aşağı-yuxarı müəyyənləşib Ignacio Bahamondes, amma mən çox istəyərdim ki, Rafael Fiziyev daha reytinqli döyüşçü ilə döyüşsün bu turnirdə. Çünki həm bu döyüş sırf Rafael Fiziyevə məncə reytinq baxımından heç nə vermir və çox riskli bir döyüşdür. Çünki 3 məğlubiyyətdən sonra artıq Rafael Fiziyevin şansı yoxdur ki, yenə də məğlub olsun. Artıq ancaq udmalıdır 3 məğlubiyyətdən sonra. Və xüsusilə də döyüş gecəsində keçiriləcək Rafael Fiziyevin döyüşü başlayacaq. Bu daha yaxşı olardı ki, UFC növbəti UFC əsas turnirlərində iştirak eləsin. Əslində Bakıda təbii ki, əgər turnir Azərbaycanda keçirilirsə, adətən döyüş gecəsi keçiriləndə bu nisbətən daha az baxılır. Yox, tam olaraq da razı ola bilmərəm. Rafael Fiziyev burada məsələn Rafael Fiziyev başqa şans da yoxdur, döyüşməlidir Azərbaycanda. Bilirsiniz, bu yaxınlarda döyüşüb və bəlkə normalda mart ayında döyüşən idmançı iyunda döyüşmür. Çünki 3 ay bu çəkidə idmançılar çox çəki atırlar. Bilir ki, Rafael Fiziyev bir o qədər də çəki atmasa da, amma yenə hər çəki atma prosesi bu ağır keçir. İstənilən döyüşçüdə normalda 10 kiloqramdan çox çəki atırlar. Bəziləri ondan da çox. Amma turnir Bakıda keçirilirsə, həm Nazim, həm Rafael burada olmalıdırlar və əslində Nazim də UFC-yə qoşulandan sonra 2013-cü ildə 3 döyüş keçirdi. 2024-cü ildə isə demək olar ki, boşa verdi. Bir dənə döyüş keçirdə bilmədi. Düzdür, o
Nazim Sadıxovun sadəcə bəxti gətirməyib, 3 dəfə döyüşü təyin olunurdu 2024-cü ildə. 3 dəfə də rəqibləri zədələnirdi və bir dəfə də döyüşə bilmədi. İndi 2025-ci ildə daha çox döyüşməli, ən azından bir 3 dəfə oktagona çıxmalıdır ki, qalib gəlsin və top 15-ə yaxınlaşsın. Rafael Fiziyevə yenidən qayıtsaq, barəsində bu söz-söhbətlər də var idi ki, çəkisini daha da aşağı salmaq istəyir. Bəli, bu söz-söhbətlər var idi, amma görünür ki, hələ ki ən azından Bakı turniri üçün çəkini aşağı salmayacaq. Bilmirəm sözün düzü nə qədər uğurlu bu ideyadır. Məsələn, bu çəki daha aşağı çəkiyə düşmək. Çünki Rafael artıq illərlə yüngül çəkidə döyüşür. Əslində son döyüşdən sonra belə bir ideya ona gəlir və özü bildirdi ki, çəkini çox rahat atırdı və ona görə düşündü ki, bəlkə yarım yüngül çəkiyə keçsin. Əslində orada indi vəziyyət elədir ki, İlya Tapure yüngül çəkiyə qalxdı və orada hal-hazırda çempion Aleksandr Volkanovskidir. Amma Aleksandr Volkanovski də o UFC-nin veteranlarındandır və mən düşünürəm ki, bu il onun UFC-də sonuncu ili olacaq. Və o çəkidə aşkar lider hələ də yoxdur. Bəlkə sırf titul baxımından Rafael Fiziyevin yolu daha rahat görünür o çəkidə. Həm də yüngül çəkidə, məsələn, İslam Makhachevi götürsək, İslam Makhachev bu çəki üçün çox böyük döyüşçüdür. Böyük nə mənada? Hər iki mənada böyük döyüşçüdür və əslində 20 kiloqrama yaxın çəki atır. Normalda o bu çəkidə döyüşməməlidir və fiziki cəhətdən, elə Ignacio Bahamondasından danışanda ona da fikir verdim, onun fiziki göstəricilərə. Hündür boydur və hiss olunur ki, çox çəki atır yüngül çəkidə döyüşmək üçün. Bəlkə bu baxımından Rafael Fiziyev düşündü ki, başqa çəkiyə keçsin, amma hələ ki rəsmiləşmədi və ən azından Bakı turnirində görünür ki, yenə də yüngül çəkidə döyüşəcək. Salam Radio 93 FM-də Offside dinləyirsiniz. Reklam və musiqi fasiləmiz olacaq. Daha sonra buradayıq Offside-da müzakirəmizə qaldığı yerdən davam edəcəyik. Dalğanı dəyişməyin. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir. Teymur Maksudov bugün qonağımızdır. Teymur bəy, bayaq fasilədə də biz biraz yüngülcə bu məsələyə toxunduq. Azərbaycanda UFC keçiriləndə o zaman yetərli azarkeş sayı olacaqmı? Fanatlar gəlib baxacaqlarmı? Ki, Tofiq Musayevdən, Vüqar Kəramovdan görürük ki, Yaponiyada Rizin turnirində həddindən artıq sevgi var. Hal-hazırda biz yəni ki, Yaponiyanı və Azərbaycanı müqayisə edə bilmərik. Sırf o həm MMA populyarlığı və ümumiyyətlə azarkeş mədəniyyəti baxımından, həm də biz hələ bilmirik ki, o biletlər 5-ci gün satışa çıxır 25 apreldən. 25 apreldən artıq satışa çıxır və biletlərin qiymətlərindən də çox şey asılı olacaq, amma əslində bizdə orta statistikansısa konsert keçiriləndə biletlər onsuz da ucuz deyil və məncə UFC fanatı üçün, MMA fanatı üçün bu, yenə deyirəm, hələ qiymətlər bilinmir, amma qəbul olunan səviyyədə olacaq məncə. Yenə deyirəm, Yaponiya ilə müqayisə etmək çətindir, çünki Yaponiyada Rizindən əvvəl Pride şirkəti var idi 90-cı illərdə və orada yəni ki, illərlə formalaşırdı bu mədəniyyət. Amma yenə də bizdə məncə bu idman növü kifayət qədər populyardır və əgər UFC turniri belə bir maraq oyatmasa, onda çətin ki, hansısa bir turnir maraq oyatsın. UFC-də iştirak edəcək etmiş Azərbaycanlılara gəlincə, niyə bizdə bu qədər azdır say? Əslində bilirsiniz, Rafael Fiziyev və Nazim Sadıxov bizim fəxrlərimizdir. Təbii ki, Azərbaycan təmsil edirlər. Amma gəlin yada salaq ki, Rafael Fiziyev UFC-yə düşəndə Azərbaycan təmsil eləmirdi. 2022-ci ildən başladı Azərbaycan təmsil eləməyə. Nazim Sadıxov Azərbaycanı elə həmişə təmsil eləyirdi, amma Nazim Sadıxov döyüşçü kimi Amerikada formalaşıb. Faktiki olaraq Azərbaycan idman cəmiyyətində formalaşan idmançı hələ UFC-yə düşməyib. Bilirsiniz, bu çox önəmlidir ki, məsələn, Azərbaycanda yaşayan, məşq eləyən
bu çətin yolu keçən, bütün çətinlikləri görən, bu yolu keçən, UFC-yə düşüb və top 5-ə, top 15-ə düşən idmançı olsun və əgər o idmançı titul qazansa, bu artıq məncə Azərbaycan üçün bu bir boom olacaq ki, necə ki Dağıstanda Həbib Nurməhəmmədov olub, necə ki məsələn Gürcüstanda biz görürük ki, Mirab Dvalishvili və İlya Tapure, halbuki İlya Tapure və Mirab Dvalishvili də Gürcüstanda yaşamırlar. İlya Tapure ümumiyyətlə heç vaxt yaşamayıb. Almaniyada olub, İspaniyada yaşayıb, yaşıl bu günə kimi. Ona görə məsələn ümid edirəm ki, ən azından Tofiq Musayev mütləq döyüşməlidir. Ümidlərimiz qalır Tofiq Musayevə və digərlərə. Və məncə məsələn bu danışıqlar aparılanda məncə bu mövzuya toxunulub ki, hansısa Azərbaycanlı idmançı orada döyüşsün və təbii ki, ən uyğun döyüşçü bu günə Tofiq Musayevdir. Halbuki əgər biz perspektiv baxımından baxsaq, hal-hazırda yəni ki, unutmayaq Tofiq Musayevin 35 yaşı var artıq. Ən perspektivli hal-hazırda Azərbaycan bayrağı altında döyüşən idmançı Rusiyada yaşayan Asəf Çopurovdur. Həm gəncdir, 22 yaşı var, həm artıq yaxşı təşkilatlarda döyüşüb, həm rekordu yaxşıdır, məğlub edilməzdir. Hələ ki, ona görə məsələn mən bu döyüşçünü də Bakıda UFC turnirində görmək istəyərdim. Bəlkə gələcəkdə məsələn Azərbaycan tərəfi o idmançıya dəstək göstərəcək ki, ən azından bu baxımdan köməklik eləsinlər. Amma Tofiq Musayev üçün də bu bəlkə sonuncu şansdır UFC-yə düşmək üçün. Çünki UFC-də yol əslində çox çətindir və biz nəzərə almalıyıq ki, Azərbaycan bazarından çıxan döyüşçülər Amerikada populyar deyillər və əgər UFC-yə düşən Azərbaycanlı döyüşçü düşürsə, onun titula yolu çox uzun olur. Və ona görə məsələn siz bəyə qeyd elədiniz ki, Tofiq Musayev müsahibələrin birində qeyd elədi ki, məsələn Rizinin verdiyi qonorar və UFC-nin verdiyi qonorar tamamilə bərabərdir və tamamilə fərqlidir. Amma əgər biz UFC-də top döyüşçülərin aldığı qonorarları müqayisə eləyək, o Rizindən də böyükdür. Məsələn, mən inanmıram ki, məsələn Rafael Fiziyev hal-hazırda öz qonorarlardan narazı olsun. Ki sonuncu döyüşdə də əslində bu məsələyə də toxunacaq. Qarşıdakı dəqiqələrdə Justin Gaethje ilə döyüşü həmin UFC 313-ün gecənin döyüşü seçilmişdi və eyni zamanda mart ayının ən yaxşı döyüşü seçilmişdi. Bu da birbaşa qonorara təsirini göstərdi. Bəli, təbii ki, o Rafael Fiziyev UFC-yə düşəndə adi bir döyüşçü əslində kimi düşmüşdü. Orada 6-0 reytingdən və düzdür Muay Thai-da öz sözünü demişdi, amma MMA üçün bu hansısa bir faktor deyil, əsas faktor deyil və bir neçə döyüşdən sonra artıq UFC-nin matchmakerləri də görüblər ki, Rafael Fiziyev baxımlı döyüşçüdür və faktiki olaraq onun hər bir döyüşü gecənin döyüşü seçilir və 50 minlik bonusla arenanı tərk eləmir Rafael Fiziyev. Təkcə məncə Mateusz Gamrotla döyüşdə bu alınmadı, o da zədələndi. Amma buna qədər Gaethje-nin hər iki döyüş, ümumiyyətlə hər ayın döyüşü seçilmişdi, ilin ən parlaq döyüşlərdən biri seçilirdi. Ona görə məsələn UFC-yə düşmək çətindir və ora məsələn top 15-ə düşdünsə, orada artıq qonorarlar tam yüksək olur və döyüşçülər üçün məncə Rizindən aşağı deyil. Tofiq Musayev də baxımlı döyüşçüdür, ayaq üstü döyüşçü. Məsələn, onun rekorduna baxsaq, demək olar ki, bütün qələbələri nokautla olub. Elə son 2 qələbəsi də nokautla olub Tofiqin. Ona görə məsələn Tofiq düşsə ora və 2 görüşdə, 2 döyüşdə qələbə qazansa, artıq çox yaxınlaşar top 15-ə. Və burada biz başqa problemə yaxınlaşırıq ki, niyə Azərbaycanlı döyüşçülər orada yoxdur və ya niyə Tofiq Musayev orada yoxdur? Bizdə menecerlər yox səviyyəsindədir. Məsələn, 2-3 nəfər maksimum var. Onların da əlaqələri hələ o səviyyədə deyil. Məsələn, Rafael Fiziyevin meneceri Sayat, Qazaxstanlı Sayat Abdulrahimov, səhv etmirəmsə, yadımdan çıxdı soyadı. O ümumiyyətlə postsovet məkanında ən bir nömrəli menecerdir. Və ona görə məsələn Qazaxıstandan biz görürük ki, indi səhv etmirəmsə 6 döyüşçü hazırda UFC-dədir və məsələn yarı orta çəkidə Şavkat Raxmonov artıq titul döyüşünə də döyüşməli idi, sadəcə zədələndi.
və menecerlərin yoxluğu öz sözünü deyir. Nəyə görə? Çünki bilirsiniz, idmançı idmanı düşünməlidir. Məşqçi idmançıları böyütməlidir, məşq elətdirməlidir. Amma menecer bu döyüşçüləri aparır. Məsələn, gəlin müqayisə eləyək Dağıstanlı döyüşçülərlə. Orada Dağıstanlı menecer var Rizvan Magomedov, amma əsas bu Həbib Nurməhəmmədovun komandasını aparan menecer Ali Abdulaziz. Və yəni ki, UFC-nin bir nömrəli meneceri sayılır və biz görürük ki, məsələn, bir çox indi çempion olan döyüşçülər faktiki olaraq onlar İslam Maxaçev əslində titul döyüşünə Charles Oliveira ilə çıxmışdı, amma buna qədər faktiki olaraq top 5-də olan heç bir döyüşçü ilə döyüşmədi. Həbibin qardaşı Usman Bellatorda faktiki olaraq çempion döyüşündən, titul döyüşündən əvvəl hansısa top döyüşçü ilə döyüşmədi. Onları yəni ki, düzgün aparırlar ki, həm döyüşdən döyüşə artırsınlar, həm də uyğun rəqiblər olsun. Və menecerlər, bizdə menecerlər olmalıdır. Bu bir, ikinci də MMA bu bir industriya kimi olmalıdır ölkədə. Çoxlu turnirlər keçirilməlidir, menecerlər olmalıdır. Və ondan sonra məncə bizim döyüşçülər dünyanın ən önlü təşkilatlarda döyüşəcəklər. Düzdür, UFC-də çıxış edən Azərbaycanlılar var. Lakin UFC-ni ümumilikdə MMA idman növlərini və indiki halda bəli UFC-ni futbolla müqayisə eləsək, o zaman bizim bir nömrəli problemimiz futbolda bu göstərilə bilər ki, niyə xarici top klublarda çıxış edən, top liqalarda çıxış edən futbolçularımız yoxdur. Düzdür, UFC-də var və sizin də qeyd etdiyiniz kimi həmin döyüşçülərimiz sırf Azərbaycanın yetişdirdiyi döyüşçülər deyil. Azərbaycanda bəlkə də buna futbolu da aid eləyə bilərik. Həm futbolçularımız, həm döyüşçülərimiz o mentaldadırlarmı ki, sona qədər mübarizə aparsınlar və top yerlərə UFC kimi və ya top liqalara çıxa bilsinlər. Bu təbii ki, o mentalitet öz sözünü deyir. Çünki UFC bilirsiniz, bu güləş üzrə dünya çempionatı deyil də. Yəni ki, Grand Prix ki, udan finala çıxır və s. bu şoudur. Və indi biz məsələn görürük ki, İlya Tapuri yüngülçəkiyə qalxıb və bir çox döyüşçülər etiraz edir, niyə ona titul şansı verilməlidir, amma UFC üçün bu puldur. Əgər o bu çəkiyə qalxırsa və titul uğrunda döyüşəcəksə, hal-hazırda UFC-nin təşkil edə biləcəyi 2 böyük döyüş var. Bu ağır çəkidə John Jones Tom Aspinall döyüşü və İlya Tapuriya İslam Maxaçev döyüşü və çox pullu döyüşlər olacaq. UFC üçün bu çox pullu döyüşlərdir. Yəni ki, çünki bu idmançılar, məsələn İlya Tapuriya şou yarada bilir. Elə Gürcüstanın Merab Dvalishvili də baxırsınız, məsələn Merab Dvalishvili bir çox döyüşləri o 5 raund döyüşür, 3 raund döyüşür. Yəni ki, vaxtından əvvəl qələbə qazana bilmir. Əslində UFC ilə döyüşçüləri sevmir. Nokautla qalib gələ bilməyən, güləşən idmançıları, amma Merab şou yaradır və ona görə o UFC-nin ulduzlarından biridir hal-hazırda və onun döyüşlərini maraqla Conor gözləyir. McGregorun yenidən dünyaya gəlmiş versiyası kimi qəbul edirdilər. Tam olaraq təbii Conorla heç kimi müqayisə etmək olmaz, amma şou baxımından məsələn UFC bu bir şoudur və ona görə məsələn bizim döyüşçülər də bacarmalıdırlar o şounu yaratmaq. Məsələn dil biliyi böyük problemdir. Bizim döyüşçülərin əslində mən elə döyüşçünü tanımıram ki, ingilis dilində danışa bilsin, sərbəst çıxsın. Yəni ki, təbii ki, Rafael Fiziyev, Nazim Sadıxovu nəzərdə tutmuruq biz, amma o biri döyüşçülər bizim top döyüşçülərdən söhbət gedirsə ki, UFC-nin mətbuat konfransına çıxsın və sərbəst ingilis dilində danışa bilsin. Vaxtında məsələn Həbib Nurməhəmmədovu soruşanda ki, 1 il siz qaldınız Amerikada, necə oldu 1 il ərzində dili öyrəndiniz? O dedi ki, mən istəmirdim ki, mənə məsələn axmaq kimi baxsınlar ki, sən 1 il yaşayırsan Amerikadan, amma mətbuat konfransında oturursan və sən tərcüməçi tərcümə eləyir. Döyüşçülər dil öyrənməlidir, bu bir. Amma bu da əslində böyük şərt deyil. UFC-nin bir nömrəli ulduzu hal-hazırda çempion olmasa da, titul utsa da, bu Braziliyalı Alex Pereira'dır. O da ancaq Portuqal dilində danışır. Yəni ki, ingilis amma aurası var. Onun aurası var və məsələn bizim kickboksçu Bəhram Rəcəbzadə, o da məsələn ingilis dilində danışmır, amma onun aurası var, onun şousu var. Məsələn Glory-nin bəlkə də ən populyar döyüşçüsüdür hal-hazırda Bəhram Rəcəbzadə. O yəni ki,
Və demək olmaz ki, bilirsiniz, bu şou bir çox bizim döyüşçülər sıxışdırmır özünə ki, mən çıxıb meymunluq eləyim. Meymunluq eləməyə də dəyməz. Bəhram məsələn o sanki döyüşə bu qədər alışıb yanır ki, artıq ringə çıxsın. Gözləyə bilmir də bu idmançı. Və azarkeş bu energetikanı hiss eləyir və o maraq göstərir. Həm də çox aqressiv olur, həm ringdə aqressiv olur, həm də necə deyirlər, sözünün üstündə durur da, deyir ki, mən səni nokaut edəcəm, çıxıb nokaut eləyir. Ona görə bu təbii ki, şərtdir ki, bizim idmançılar bu cəhddən artırmalıdır. Məsələn, Dağıstanlı döyüşçülər də məsələn mentalitetə görə bizə yaxındılar da. Amma biz görürük ki, indi artıq onlar da müsahibə verəndə, nəsə kiməsə söz atırlar, çalışırlar nəsə maraq olsun, trash talk olsun. Bu idmandır və bu normaldır. Normal qəbul olunmalıdır. Döyüşçülərimizin UFC-də keçirdiyi son döyüşlərə bir nəzər salacağıq. Rafael Fiziyevlə bir başlayaq və son qarşılaşmasında UFC 313-də əsas kartın ikinci döyüşü kimi Justin Gaethje ilə üz-üzə gəldi ki, kifayət qədər gözəl bir şou ortaya qoydular. Yaxşı çıxış etdilər və burada əsas diqqət çəkən məqam ikinci döyüşün cəmi 3 raunddan ibarət olması idi ki, bu əslində bəzən izləyicilərdə bir narahatçılıq və narazılıq yaradır ki, bəlkə də 5 raundluq olmalı döyüş idi. İndiki halda Rafael Fiziyev Azərbaycana gələcəksə, o zaman ola bilsin ki, əsas kartın ikinci əsas döyüşü kimi yenə çıxış etsin və cəmi 3 raunddan ibarət olsun. Yenə 5 raundluq bir Rafael Fiziyev döyüşünü görə bilməyəcəyik. UFC dəyişə bilərmi qarşıdakı illərdə? Dəyişməlidirmi bu qaydanı? Bu əslində olan fəlsəfəsidir ki, bütün döyüşlər 3 raunddan ibarət olur. Sadəcə məsələn titul döyüşləri, namizəd döyüşlər və ya da hansısa belə deyək də böyük maraq doğuran döyüşləri o da istisna hallarda 5 raund eləyə bilərlər. Əslində Justin Gaethje o turnirdə Dan Hookerlə döyüşməli idi və döyüş 5 raunddan ibarət olmalı idi. Amma sonradan Rafael Fiziyev Dan Hookeri dəyişdi və döyüş də 3 raunddan ibarət oldu. Əslində 3-cü raundda biz gördük ki, Rafael Fiziyev çox yorulmuşdu və məncə 4-cü, 5-ci raundda artıq döyüşə bilməzdi. Əslində onu qınamaq da olmur. Rafael Fiziyev kimi döyüşçüləri UFC çox sevir və onlara qiymət verir nəyə görə? Çünki Rafael Fiziyevdən əvvəl UFC bir çox döyüşçülərə təklif edib o döyüşü. Halbuki hansılar ki, məsələn, öz müsahibələrində, Twitterlərində deyiblər ki, mən hazıram, amma onlara zəng gələndə deyiblər ki, yox, mən hazır deyiləm. Məsələn, erməni döyüşçüsü var Arman Tsarukyan, o məsələn bildi ki, mən hazıram, amma ona zəng gələndə dedi ki, yox, gəlin. Zədələnmişdi. O zədələnməmiş, o sadəcə dedi ki, mən çəki ata bilmərəm, gəlin döyüş 72 kiloqramda olsun. Amma halbuki dedi ki, mən hazır idim. Amma göründü ki, hazır değildi. Renato Moicano dedi ki, mən hazıram. Amma ona zəng gələndə dedi ki, yox, mən hazır deyiləm. Amma Rafael Fiziyev, biz bilirik ki, bu mart ayında bunu üstü qeyd eləmək lazımdır. Mart ayında Rafael Fiziyev də artıq Ramazan ayıdır. Rafael Fiziyev də oruç tutan idmançılarımızdandır və ona görə məsələn bu ayda adətən döyüşçülər döyüşmürlər də. Məsələn biz görürük ki, məsələn Dağıstanlı döyüşçülər döyüşmürlər bu vaxtı. Çünki çətindir də, bu mümkün deyil. Amma Rafael Fiziyev döyüşə 10 gün qalmış, uzun müddət döyüşməyib və faktiki olaraq sırf bu döyüşdə kemp keçməyib. Amma döyüşü qəbul elədi və kifayət qədər yaxşı döyüşdü. Sadəcə mən düşünürəm ki, istər-istəməz tam kemp keçməyən idmançı çıxıb bu səviyyədə, yəni ki, uzun illər UFC Yügəçəkin top 3-də döyüşən idmançıya, top 3-də olan idmançıya qarşı döyüşə bilməz də. 3 raund, 5 raund olsa belə bu çox çətin. Halbuki Rafael Fiziyev bundan qabaq son qələbəni Rafael Dos Anjos üzərində olub və o 5 raund döyüşüb. Yəni ki, demək ki, o 5 raund döyüşə bilmir, bu da düzgün deyil. Çünki 5 raund döyüşü və 5-ci raundda hətta nokauta salıb Rafael Dos Anjos. İndiki döyüşdə, yəni ki, Nazim Sadıqov da son döyüşü oldu. Nazim Sadıqov əslində bu bəlkə UFC-də ən böyük qələbəsidir İsmail Bonfim üzərində. Çünki ki, birinci raundda nokaut etdi və qələbə qazandı. Bəli, yəni ki, bu əslində onun üçün böyük döyüşüdür və bundan sonra mən əslində gözləyirdim ki, bəlkə top 15-də olan hansısa bir idmançı ilə ya da
top 15-də əvvəllər olan bir idmançı ilə döyüşəcək, amma görünür ki, Bakı turnirində yenə də belə deyək də top döyüşçülərdən deyil də, onun rəqibi indiki Braziliyalı rəqibi. Amma nəzərə alsaq ki, vaxt da azdır, bəlkə seçim imkanları da o qədər deyildi və bir çox döyüşçülər bəlkə qəbul eləmək istəmirlər onu döyüş. Çünki reytinqə düşən döyüşçü adətən reytinqdə olmayan döyüşçülə döyüşmək istəmir. Çünki fikirləşir bu döyüş mənə nə verəcək? Mən belə qeyd elədim ki, Rafael Fiziyeviçin əslində bu uğurlu döyüş deyil. Çünki utsa belə bu ona heç nə verməyəcək. Amma uduzsa bu artıq onun üçün böyük bir zərbə olacaq. Rafael Fiziyevin rəqibinə gəlincə, Ignacio son UFC 313-də tez bir şəkildə məsələn həll eləmişdi. Birinci raundda neçəsə saniyə, çox saniyə ilə həll etmişdi. Hətta onun rəqibi bu döyüşdən sonra karyerasını da bitirib. Və Ignacio ilə Rafael Fiziyevin döyüşündə bir təxminləriniz nədir ki, necə bir döyüş izləyə bilərik? Əslində mən sosial şəbəkələrdə mən görürəm ki, sanki bir çox bizim UFC fanatlarımız Rafael Fiziyevə inanmır. Bilmirəm niyə görə, çünki Rafael Fiziyev dəfələrlə sübut eləyib ki, ən güclü rəqibləri belə məğlub edə bilər. Bilirsiniz, Justin Gage 2 dəfə uduzub, amma Justin Gage artıq uzun illərdir ki, UFC yüngül çəkinin top 3-ündədir. Və bir faktı da qeyd edeyim, UFC-də hardasa bir 859 döyüşçü var və ən çox döyüşçü məhz yüngül çəkidədir, 140-a yaxın. Bütün başqa çəkilərdə bundan qat-qat aşağıdır. Ən rəqabətli çəki bu çəkidir və Justin Gage də top 3-də artıq uzun illərdir. Və Rafael Fiziyev faktiki olaraq 2 döyüşdə bərabər səviyyəli birinci raundu qazanmışdı hər iki döyüşdə. Birinci döyüşdə ümumiyyətlə ikinci raundu da bəlkə qazanıb. O, yəni ki, çox mübahisəli qərar idi birinci döyüşdə. İkinci döyüşdə təbii ki, o məğlub olub, amma bərabər səviyyədə döyüşüb. Ignacio Bahamontes isə o hələ də top döyüşçülərə qarşı döyüşməyib və top 15-də olan rəqiblərlə düzdür, son döyüşdə Jalin Tornla döyüşdü, amma Torna məğlubiyyət seriyasındadır və hiss olunur ki, artıq karyerasını da bitirib, hazırlaşırdı ki, məğlub olsam karyeramı bitirəcəm, bu da oldu. Əslində döyüş maraqlı olmalıdır, çünki son döyüşdə submissionla qələbə qazansa da Ignacio Bahamontes, o ümumiyyətlə onun məktəbi kickboxinqdir. Ona görə əslində o ayaq üstə döyüşməyi xoşlayır, amma Rafael Fiziyev üçün bu bir siqnal olmalıdır ki, həm də əgər son rəqibini submission eləyə bilibsə, deməli bəlkə güləşəcək. Çünki bilir ki, Rafael Fiziyev ayaq üstə döyüşür və baxımlı döyüşür, bəlkə bacarmaz, bəlkə güləşmək daha məsləhətlidir onunla. Rafael Fiziyev buna hazır olmalıdır. Məncə bu ən azından bu döyüş baş versə, gecənin döyüşü mütləq olacaq. Məncə 99%. Salam Radio 93 FM-də Offside dinləyirsiniz. Reklam və musiqi fasiləsinə ayrılacaq. Daha sonra buradayıq Offside-da. Qaldığımız yerdən davam edəcəyik. Dalğanı dəyişməyin. Azərbaycanlı döyüşçülər, xüsusilə Vüqar Kərəmov və ya digərləri daha çox Dağıstana yola düşürlər. Əgər hansısa bir turnirə hazırlaşmaq istəyirlərsə ki, bu da o məsələyi gətirib çıxarır ki, niyə Dağıstanlılar daha yaxşıdırlar döyüş təkbətək idman növlərində? Əslində son illərdə məsələn Vüqar Kərəmov və ümumiyyətlə Ruslan müəllim Əfəndiyevin komandası o Amerikada təlim məşq toplanışa yollanırdılar, amma ora yollanmaq böyük xərc tələb edir. Təbii ki, birinci viza alınmalıdır. Viza məsələsində düzdür, nazirlik köməklik göstərir hər dəfə, amma Amerikaya yollanmaq, məşq etmək, qalmaq, o çox böyük xərc tələb eləyir də və döyüşçünün faktiki olaraq bir çox döyüşçülərin sponsorları yoxdur, bizim döyüşçülərin, və onlar faktiki olaraq qonorardan bütün bunları ödəyirlər. Düzdür, bilirəm ki, məsələn, Vüqar Kərəmov köməkli ilə ən azından var idi əvvəllər, indi son vaxtlar bilmirəm, son illəri. Ona görə, məsələn, son 2 dəfə Vüqar Kərəmov yollanmışdı Dağıstana, bu da əslində optimal variantdır. Əslində son döyüşdə o Robert Satoshi ilə görüşür. Robert Satoshi da əslində jiu-jitsu ayaq üstə döyüşmür və jiu-jitsu üzrə qara kəmərin sahibidir, səhv etmirəmsə. Vaxtı ilə Tofiq Musayeva da qalib gəlib, eyni fəndən həm Tofiq Musayeva qalib gəlib, həm Vüqar Kərəmova və Dağıstanda isə güləş güclüdür və ona görə məsələn Vüqar Kərəmova yollanmağı tam başa düşülən idi və əslində orada
çoxlu güclü döyüşçülər var və Amerika təlim məşq toplanışından geri qalmır və nəzərə alsaq ki, bu dağlıq ərazisidir, həm dözümlülük baxımından önəmlidir. Ona görə bu tam başa düşüləndi. Vüqar Kərəmov da yeri gəlmiş ki, onu çəkmədi, amma Vüqar Kərəmov da məsələn vaxtı ilə Bellatorda bir döyüş keçirmişdi, amma sonradan Riz ilə döyüşməyə başladı. Rizin də çempion oldu. Düşünürəm ki, Vüqar Kərəmov da böyük potensialı olan idmançıdır və UFC-də də ən azından top 10-da ola bilərdi mütləq şəkildə. Sadəcə yenə biz o məsələyə qayıdırıq ki, menecerlərin yoxluğu və düzgün istiqamətləndirə bilmir idmançıları və təbii ki, yenə ilk dönəmində balaca ödənişlər, belə də böyük məbləğlər ödənilmir UFC-də. Dağıstanlı döyüşçülərdən söhbət düşmüşkənsə suallara cavab olaraq mən deyərdim ki, bu biraz mifdir ki, Dağıstanlı döyüşçülər dünyada ən güclüdürlər. Məsələn, son döyüşdə biz gördük ki, Gürcüstanlı Merab Dvalishvili Umar Nurməhəmmədov məğlub etdi və özdə necə məğlub etdi. Faktiki olaraq güləşə. Amma bir tərəfdən də Umar Nurməhəmmədovların ən zəifi kimi görünür, qəbul edilir. Ən zəifi deyil, o yeni nəsil idmançısıdır. Məsələn, İslam Maxachev və Həbib köhnə məktəbdir, amma Umarla Usman bu yeni nəsil idmançılardır. Sadəcə, məsələn, əgər yeni nəsil idmançılara baxsaq, onlar artıq təkcə güləşmir və güləşdə məsələn Həbib qədər, İslam qədər güclü deyillər və məsələn Merab Dvalishvili mən inanıram ki, Həbib Nurməhəmmədov vaxtında məsələn hansısa UFC-də yüngül çəkidə bir döyüşçü ola bilərdi ki, onunla güləşə bilsin və ya güləşdə məğlub edə bilsin. Amma Umar Nurmagomedov güləşdə mən deməzdim ki, top səviyyəsindədir və Merab Dvalishvili bunu sübut elədi. Sadəcə yenə Həbib faktoru var və o çempion olandan sonra bu Dağıstanda, hətta bu yaxınlarda mən müsahibəyə baxdım, ya İslam Maxachev müsahibəsinə baxdım. O qeyd edildi, adətən Dağıstanda bir nömrəli idman növü güləşdir, sərbəst güləş. O da bildirmişdi ki, güləş müəllimləri bizdən şikayətlənir artıq ki, bizdə həmişə güləş bir nömrəli idman növüdür, amma indi güləşə heç kim getmir, birbaşa gedirlər MMA ilə məşğul olmağa. Bu da əslində ziyandır və MMA bu nədir? Qarışıq idman növləridir və məsələn uşaqlıqdan MMA ilə məşğul olmamalıdırlar. Hər bir idmançı uşaq bir idman növünü seçməlidir və sonradan artıq müəyyən yaşdan sonra idman növlərindən də belə deyək, keçməlidir, MMA-yə keçməlidir. Məsələn birbaşa bu həm ziyandır uşaq üçün sağlamlıq baxımından, həm də ziyandır o baxımından ki, bilirsiniz bir məktəb olmalı. Hər bir döyüşçünün öz məktəbi. Məsələn Həbib Nurməhəmmədov sambo məktəbidir. Tofiq Musayev Uşu məktəbini yetirməsidir. Uşu Sanda məktəbini yetirməsidir. Məsələn Vüqar Kərəmov sambodan gəlib. Yəni ki, hərəsinin bir güclü cəhətləri var və sonradan başqa cəhətlərdə inkişaf elətdirib. Məsələn, Rafael Fiziyev Muay Thai-dan gəlib. Sonra Rafael Fiziyev güləşməsə də, amma güləşdən müdafiəsi yaxşı səviyyədədir və ona görə UFC-də döyüşə bilir. Məsələn, Alex Pereira özü kickboksçu olub, keçib UFC-yə, o güləşmir, sadəcə güləşdən, takedowndan müdafiəsi güclüdür. Ona görə hər bir idmançı bir idman növünü seçməlidir, sonradan MMA-yə keçə bilsin. Və o suala da yenə qayıtmaq istəyirəm, Dağıstan döyüşçülərlə bağlı. Əslində UFC-də ən çox çempion olan ölkə təbii ki, ABŞ ölkəsidir. İkinci yerdə böyük üstünlüklə Braziliyadır. Və Braziliyada məsələn bu çox populyardır. Qarışıq idman növləri çox populyardır. Həddindən artıq çox populyardır və biz indi görürük ki, bir çox döyüşçülər UFC-dədir və çempionlar var, top döyüşçülər var. Ona görə necə ki, məsələn biz qeyd elədik ki, Tofiq Musayev Rizinin çempionu olandan sonra Azərbaycanlı döyüşçülərin yolu açılmışdı Rizinə. Bu dəfə də eynidir. Məsələn, Həbibdən sonra Dağıstanlı döyüşçülər populyar oldu və UFC də artıq maraqlıdır ki, Nurməhəmmədov sanki ailəsinin, nəslin davamçıları döyüşsün orada. Bu çünki bir tarixdir. UFC də şou olduğundan onlar üçün tarix çox önəmlidir ki, kim döyüşçüdür, hardan da o döyüşçüdür. Teymur bəy, verilişimizin son dəqiqələrindəyik və yenidən UFC-yə qayıdacağıq. Azərbaycanda keçirilməsi Azərbaycanlı yerli idmançılarımıza, döyüşçülərimizə necə təsir göstərəcək? Bəli, verilişin əvvəlində biz buna toxunduq. Məncə bu bizim döyüşçülər üçün stimul olacaq. Əgər
hələ yenə deyirəm 2-3 ay əvvəl UFC çox uzaqda idi və əl çatmaz sayılırdı, amma indi UFC burdadır, Azərbaycandadır və davamlı olaraq bizdə keçirilirsə, mən əminəm ki, bizim döyüşçülərin sayı da artacaq. Çünki artıq UFC-nin matchmakerləri də maraqlı olacaq ki, Azərbaycanlı döyüşçülər döyüşsün. Çünki hər bir ölkədə UFC keçiriləndə adətən əsas döyüşlər bu ölkədən olan idmançılar döyüşür, əsas döyüşlərdə. Və əslində biz Azərbaycan MMA-nın inkişafı üçün çox uyğun ölkədir. Çünki bizdə güləş, sambo, judo, kickboxing, karate bu idman növləri çox populyardır və onları məsələn inkişaf elətdirməyə ehtiyac yoxdur. Onlar artıq inkişaf olunub. Hansısa bir güləşçi güləşdə dünya çempionu ola bilər ki, dünya çempionu, Avropa çempionu olmasa ya da yığmaya heç düşməyə bilər. Yığmanın 2-3 nömrəsi olacaq. Necə ki, Həbib Nurməhəmmədov vaxtı ilə qeyd eləyib ki, ola bilər ki, mən hansısa güləşçi ilə güləşsəm udacağam. Hansısa boksçu ilə döyüşsəm udacağam. Amma qarışıq idman növlərində mən hamını məğlub edəcəm. Bu da həmçinin məsələn hansısa güləşçi güləşdə uğursuz deməyək, amma yığmada bir nömrə olmaya bilər. Amma sonradan bu idmançı qarışıq idman növlərinə keçəndən sonra orada bəlkə UFC-nin çempionu ola bilər. Nümunələr də var. Çoxlu elə bizim sərbəst güləş millimizin üzvü var idi, Əli İsayev. O da Dağıstanlı düzdür, amma millimizdə çıxış elbə vaxtında Avropa çempionu da olmuşdu. O da sonradan məsələn qarışıq idman növlərinə keçdi və orada da uğurlu karyera qura bilib. Təşəkkürlər Teymur bəy, gəldiyiniz üçün və maraqlı söhbətiniz üçün ki, düşünürəm ki, maraqlı bir veriliş oldu. Həm döyüş sevər izləyicilərimiz, dinləyicilərimiz üçün. Çox sağ olun dəvətə görə. Sabaha qədər sağollaşıram. Sabah saat 3-də Ofsayda düşməyi unutmayın. Hələlik.